Salam değerli izleyiciler, değerli futbol severler. Bildiğiniz kimi Azərbaycan çempionu Qarabağ komandası Avropa Liqasından növbəti oyuna çıxacaq. Növbəti mərhələ şanslarımız o qədər də çox deyil. Bu ayrı məsələdir, amma növbəti oyunda mütləq qələbə qazanmalıyıq, çünki bu məncə şərəf məsələsidir. Değerli dostlar, rəqib komanda çox əzici açıqlamalar verir, hətta Qarabağı rəqib kimi tanımadıqlarını bildirirlər. Söhbət Rumıniyanın Steaua komandasından gedir. Ona görə videonun sona qədər izləyin, rəqib komandanı yaxından tanıyacağıq. Eyni zamanda Qarabağ üçün xoş xəbərlər var. Sonda isə sizə maraqlı transfer xəbərlərini çatdıracağım. Qarabağ və digər klublarımızdan rəsmi transferlər var. Eyni zamanda dünya bazarında nələr baş verir, ondan da agah olacaqsınız. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə elə indi abunə olub bildirişləri açıq tutun və dostlarınızla paylaşmağı da unutmayın. Mən isə xəbərlərin geniş təfsilatına keçid alın. Değerli izleyiciler, indi isə məlumatlara keçid alım. Transfer xəbərlərini sizin nəzərinizə çatdırmazdan öncə Qarabağın növbəti rəqibi Steaua komandası haqqında sizlərə məlumatlar vermək istəyirəm. Eyni zamanda açıqlamalar var. O düşərgədən gələn və Qarabağın düşərgəsindən gələn xoş xəbərlər var ki, bunlardan da xəbərdar olacaqsınız. Dəyərli dostlar, rəqibimiz zəif komanda deyil. Təbii ki, Rumıniyanın ən adlı sanlı komandası Steaua komandasından söhbət gedir. Hal-hazırda 41 milyon 230 min avro qiymətində dəyərləndirilir ki, bu təqribən Qarabağın transfer dəyərindən 2 dəfə çoxdur. Komandanın orta yaş həddi 27 olması göstərir ki, komandada yaxşı futbolçuların sayı Qarabağda kimi kifayət qədər çoxdur. Əcnəbi oyuncular cəmi 33,3% təşkil edir. Yəni 10 futbolçu deməli legioner futbolçudur. Steaua Buxarest komandasının 9 futbolçusu Rumıniya milli komandasına dəvət alır. Yəni Rumıniyanın əsas komandalarından biri olduğunu görürük. Stadion deməli 56 min təqribən azarkeş tutur. 55.634 azarkeş tutumuna malik bir stadiondur. Bu arenada təbii ki, bu qədər azarkeş qarşısında oynamaq heç də asan olmayacaq. Kifayət qədər çoxlu uğurları var. Qısa olaraq bu uğurlarını məlumat verim. Daha sonra onların iddialı açıqlamaları var. Bu barədə məlumat verəcəm. Dəyərli dostlar, ilk öncə qeyd edim ki, Steaua komandası Çempionlar Liqasını qazanmış bir komandadır. 1985-1986-cı il mövsümündə bir dəfə Çempionlar Liqasının qalibi olub Rumıniya komandası. Bir dəfə 86-87-ci ildə Avropa Liqasının qalibi olub. 27 dəfə Rumıniya çempionu olub. 2 dəfə Rumıniya Liqa kubokunun qalibi olub. 24 dəfə Rumıniya kubokunun qalibi olub. 7 dəfə Rumıniya Super kubokunun qalibi olub. Gördüyünüz kimi kifayət qədər böyük uğurlar var. Hətta ölkə daxilindən əlavə ölkə xarici, yəni Avropada da Avropa Liqası və Çempionlar Liqasında qalibi olmuş bir komandadan söhbət gedir. Kifayət qədər məncə uğurlu bir komandadır. Ən məhsuldar futbolçuları daha doğrusu deyək, çünki 2 məhsuldar futbolçu var. Hər iki futbolçu 8 gol vurub. Söhbət Darius Olaru və Daniel Berliga'dan gedir. Dəyərli dostlar, əsas xoş xəbərini elə birini sizə çatdırım. Bu Darius Olaru var ki, rəqib komandanın kapitanıdır və ən məhsuldar futbolçudur. Kifayət qədər ötürmələri və qolları var. Hər oyunda çox etkili təsir bağışlayır. Komandanın belə deyim, motorudur. Həm də motivatordur. Yaxşı digər komanda yoldaşlarını da öz dalıca çəkməyi bacara bilən liderdir. Bu futbolçu zədələnib dəyərli dostlar. Yoldaşlıq görüşündə, son yoldaşlıq görüşündə çiyini əzildiyi üçün Qarabağa qarşı maçda oynamayacaq. Bu bizim üçün bir xoş xəbərdir deyə bilərik. Ən çox qol ötürməsi verən futbolçusu isə Adrian Şutdur. 4 dəfə deməli qol ötürməsi verib. Digər futbolçuları da ekranda görürsünüz. Ən çox qol vuran və ən çox məhsuldar ötürmə edən futbolçuları ekranda görürsünüz dəyərli dostlar. Komandanı hal-hazırda deməli Kiprli mütəxəssis İlyas Karalampus çalışdırır və onun əsas düzülüşü 4-3-3 taktiki sxemindən istifadə edir və pro lisenziyalı mütəxəssisdir təbii ki. Onun uğurları, baş məşqçinin uğurlarına gəldikdə 2023-2024 mövsümündə, yəni ötən mövsüm Rumıniya çempionu olub və eyni zamanda 2024-2025 üçün Super kubokun qalibi olmağı bacarıb. Hal-hazırda onun komandası, Steaua Buxarest komandası CFR Cluj komandası ilə bərabər Rumıniya çempionatında bir ikinci yerləri bölüşdürürlər. Hər iki komandanın 27 xalı var.
Bəli, Avropa Liqasında da kifayət qədər yaxşı oyun nümayiş elətdirirlər və şansları da var. Növbəti mərhələ üçün çox yüksəkdir. İndi bir buna da nəzər salaq əsas Avropa Liqasındakı bu ilki oyunlarına. Hal-hazırda Avropa Liqasının liqa mərhələsində 6 oyundan 11 xal toplayan Steaua Buxarest 3 qələbə, 2 heçsə və 1 məğlubiyyətlə yadda qalıb. Yalnız bir oyunda məğlub olub. Qeyd edək ki, liqa mərhələsində RFH komandasını Latviya çempionu 4-1 hesabı ilə məğlub edib. Daha sonra ikinci turda qırmızı vərəqə almasına baxmayaraq PAOK-u səfərdə məğlub edib 1-0 hesabı ilə. Daha sonra Rangers komandasına 4-0 hesabı ilə səfərdə məğlub olub. Steaua komandası 4-cü turda Midtjylland Danimarka komandasını öz meydanında 2-0 hesabı ilə məğlub edib. 5-ci turda yenə qırmızı vərəqə almasına baxmayaraq Olympiakos komandasına uduzmayıb 0-0'lıq bərabərlik qeyd olunub. Və 6-cı turda Almaniya səfərindən Hoffenheimdən yenə də bir xal qoparmağı bacarıb 0-0 hesabı ilə bitən oyundan bir xal qoparmağı bacarıb, bir daha qeyd edirəm. Və 7-ci turda Qarabağ komandasının Bakıda qonağı olacaq. 23 yanvar 2025-ci il saat 21:45-də yerli vaxtla oyun start götürəcək. Sonuncu turda Manchester United komandasını qonaq edəcək deyə Steaua komandası bu oyundan da xal, yəni Qarabağla qarşılaşmadan da xal qoparmağa çalışacaq və iddialı açıqlamaları var. Bakıya qələbə üçün gəlirik, Qarabağ bizə rəqib deyil, Qarabağ bizim əzizi gücümüzü hiss edəcək kimi fikirləri, açıqlamaları var. Amma Qarabağ komandası da ən azından bax bu açıqlamalara görə Steaua Buxarestə qarşı güclü mübarizə aparmalıdır. Düzdür, müdafiə xətti çox güclüdür, hücum xətti də cinahlardan çox güclüdür Steaua Buxarestin. Amma Qarabağı nəzərə alsaq ki, əsas hücumçusu Juninho get-ha-getdədir. Çox güman ki, bu oyuna qədər gedəcək. Hətta getməsə belə artıq fikri oyunda deyil, burada deyil, başqa yerdədir. Ona görə Qarabağın hücum xəttinin çox da etkili olacağını düşünmürəm. Bu oyunda bir qədər məncə komandalar ehtiyatlı təsir bağışlayacaqlar. Ümid edirəm ki, son nəticə bizim xeyrimizə olsun. Steaua Buxarest komandası əgər Qarabağı və Manchester United məğlub etsə, hətta ilk 8-liyə də daxil olub növbəti mərhələyə birbaşa vəsqə qazana bilər. Yəni 8-1 final mərhələsinə. Hal-hazırda 10-cu yerdədir. Ən azından ilk 24-lükdə olacağına şübhə yoxdur. Və belə olduqda ən azı playoff mərhələsindən sonra 8-1-ə yüksələ bilər. Bax belə, rəqibimiz haqqında bax bu məlumatları sizin nəzərinizə çatdırdım. Oyun taktikası qeyd etdiyim kimi 4-3-3 hücuma meyilli taktikadır. Qarabağ komandasının da bu komandaya qarşı nələrsə edəcəyinə inanıram. Çünki bu açıqlamalardan sonra Qurban Qurbanov bu komandanı cəzalandırmamış əl çəkən deyil. Siz də öz fikirlərinizi yazın dəyərli dostlar. Sizcə Qarabağ yoxsa Steaua Buxarest qələbəyi qazanacaq ayın 20-ci? Ayın 30-unda isə, yəni bir həftə sonra isə sonuncu oyunumuza çıxacağıq. Olympiakos səfərinə yola düşəcəyik. Ötən mövsümdə Olympiakosu 3-0 hesabı ilə səfərdən məğlub eləmişdik. Yunanistanda məğlub eləmişdik. Bakıda daha sonra bərabərlik qeydə alınmışdı. Bu dəfə Qarabağ mı qələbə qazanacaq, Olympiakos mu qələbə qazanacaq? Bunu da ayın 30-u görəcəyik. Bu barədə öz fikirlərinizi yazarsınız. Bu arada transfer xəbərlərinə keçməzdən öncə bir də Qarabağın hazırki durumunu dəyərləndirim qısa sizin üçün. Dəyərli dostlar, Qarabağ komandası hal-hazırda 36 komanda arasında 33-cü pillədə qərarlaşıb. 6 oyundan yalnız bir qələbə ilə 3 xal toplamağı bacarıb. Bodoqlimiti məğlub etmişik. Qalan bütün rəqiblərimizə məğlub olmuşuq. Və qol, belə deyək, vurulan qollarla buraxılan qolların fərqinə baxsaq, Qarabağ komandası yalnız Dinamo Kiyevdən belə deyək, geridə qalır bu mənfi göstəricidə. 10 fərqlə var və bu o deməkdir ki, Qarabağ komandası hətta qarşıdakı 2 oyunda qələbə qazansa belə şansları çox cüzidir. Bunun üçün bizdən öndə olan rəqiblərinin hamısının uduzması gərəkdir ki, Qarabağ komandası hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə vəsqə qazana bilsin və yaxud da ki, rəqiblərin bir neçəsi məğlub olsun. Qarabağda hər iki oyunda 5-6 top vurub, yəni belə deyək, qol fərqini öz xeyrinə dəyişə bilsin ki, bu da o qədər də inandırıcı möcüzə ola bilər. İnandırıcı görünmür, möcüzə ola bilər. Hər halda Qarabağımızın şansı o qədər də çox deyil, amma uğurlar diləyək komandamıza. Ən azından bu oyuna ləyaqətli mübarizə aparmaq üçün çıxacağıq və qələbə qazanacağımıza inanıram. İnşallah ki, hər şey yaxşı olacaq. Və Qarabağdan da transfer xəbərləri var, digər komandalarımızdan da var. Bu arada rəqib komandanın düşərgəsindən kapitanın zədəli olduğunu bildirdim. O bizim komandaya qarşı oynamayacaq. Bu da bizim üçün bir xoş xəbərdir.
Digər tərəfdən komandadan ayrıla biləcək futbolçular da var. Qarşıdakı videolarda yəni ki, bu barədə məlumat verəcəyik. Biz isə keçək transfer xəbərlərinə. Bu arada transfer xəbərlərini çatdırmazdan öncə vacib bir xəbəri də sizin nəzərinizə çatdırım. Qarabağ Steaua Buxarest oyunu. Bir qədər öncə bu barədə ətraflı məlumat verdim. Bu oyunun biletləri artıq bugün saat 12:00-dan etibarən satışa çıxarılıb. UEFA Avropa Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək Qarabağ Steaua Buxarest Rumıniya komandasının qarşılaşmasının biletləri yanvar ayının 13-ü saat 12:00-dan etibarən satışa çıxarılıb. Tofiq Bəhrimov adına Respublika stadionunda keçiriləcək maçın biletlərinin qiyməti müvafiq olaraq 5 manatla 300 manat arasında dəyişir. Bir qədər öncə dedim, dəyərli dostlar, Qarabağın əsas hücumçusu Olaver Juninho artıq Qarabağdan ayrılmaq üzrədir. Düzdür, onun Sevilla ilə, Bayer Leverkusenlə, Crvena Zvezda ilə adı hallandı. Sevillaya keçidi olduqca yaxın idi. Son anda fikir dəyişdi və Braziliyanın Flamengo komandasına keçid etməyə qərar verdi. Son anda deməli Flamengo'nun baş məşqçisinin zəngindən sonra fikir dəyişikliyi baş verdi Juninho'da. Dəyərli dostlar, Flamengo komandası Juninho'nun keçidindən görə Qarabağ komandasına 5 milyon avronu hissə ödəyəcək. Bu barədə Globo nəşri məlumat yayıb. 28 yaşlı hücumçu müqaviləni imzaladıqdan sonra Flamengo'ya mövsüm öncəsi hazırlıq keçdiyi Amerika Birləşmiş Ştatlarında qoşulacaq. Qeyd edək ki, Juninho 2023-cü ildən Qarabağın formasını geyinir. O Azərbaycan çempionatının və Azərbaycan kubokunun qalibi olmağı bacarıb. Nə deyək ki, uğurlar həm Juninho üçün uğurlu olsun, həm də Qarabağ komandası üçün uğurlu olsun. Qarabağ komandası yeni transfer reallaşdırdı və uzun müddətli müqavilə imzaladı. Söhbət Hypers Kubanın oyuncusu Denis Ədilovdan gedir. El arasında bu futbolçunu kasıbın qavisi də adlandırırlar. Hər halda yaxşı futbolçudur. Sadəcə potensialı yüksəkdir. Bəzi hadisələr, məsələn zədələnməsi, bəzi anlarda bəlkə də məsuliyyətsizliyi futbolçunun hələ də kölgədə qalmasına səbəb olur. Amma 20 yaşı var, gəncdir, potensialı yüksəkdir və Qarabağ komandasında 100% əminəm ki, parlayacaq bu futbolcu. İkinci liqada kasıbın qavisi ləqəbi ilə tanınan gənc bu ildən əvəzedicilər liqasında özünü göstərməyə çalışacaq. Əgər özünü doğruldarsa, əsas komandaya da yüksələcək. Futbolda ilk addımları Türkiyədə atmış və Barcelona'nın tanınmış yetirməsinə bənzədilən Ədilov hələ bir müddət Qarabağ 2-də forma geyinəcək. Əvəzedici heyətin baş məşqçisi Cavad Mirzəyevin dəvəti ilə bura gələn orta saha oyuncusu Qurban Qurbanovun da diqqət mərkəzində olacaq. Çünki ona çatan məlumatlar əsas komandanın baş məşqçisində sözügedən yarım müdafiəçiyə maraq yaradıb. Uğurlar diləyək, ümid edək ki, Qarabağ komandasına və gələcəkdə milli komandamıza da fayda verəcək futbolçu olacaq. Neftçi və Qarabağ eyni hücumçunu istəyir. Neftçi Polşanın Motor Lublin klubunun hücumçusu Samuel Mrazla maraqlanır. Futbol News portalına istinadən xəbər verir ki, Ağqarılar yayda azad agent kimi heyətinə qatacağını ehtimal etsə də bu baş verməyib. Amma hücum xəttindəki problemlər Azərbaycan təmsilçisini məhz bu transfer pəncərəsində konkret addımlar atmağa vadar edib. Bakıların bu transfer üçün polyaklara müəyyən məbləğ ödəməyə hazır olduğu bildirilir. 27 yaşlı mərkəz hücumçusu Qarabağın da maraq dairəsindədir. Amma Slovakiyalı Ağdam təmsilçisinin transfer siyasətində əsas adlarından, isimlərindən deyil. Samuel Mrazın transfer dəyəri 700 min avrodur. Onun Polşa klubu ilə müqaviləsi bu yay başa çatır. Dəyərli izləyicilər, gündəmdə bir sıra xəbərlər var. Təbii ki, ən vaciblərini seçib sizin nəzərinizə çatdırdıq. Kanala abunə olun, bildirişi açıq tutun. Növbəti videomuzda möhtəşəm transfer xəbərlərindən xəbərdar olacaqsınız. Bu verilişimizdə əsasən fikrimizi Qarabağın rəqibi Steaua Buxarestə verdik. Növbəti videoda isə çox incə məqamları sizin nəzərinizə çatdıracağıq. Transfer xəbərləri ilə bağlı sürprizlərim var sizlərə, dəyərli dostlar. Abunə olun, bildirişi açıq tutun, videonu bəyənin, dostlarınızla paylaşın ki, onlar da bu xəbərlərdən xəbərdar olsunlar. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Hələlik.